Salam, hər vaxtınız xeyir. Xırdalan şəhərinin tam mərkəzində, çox gözəl ərazidə belə bir 2 mərtəbəli 4 otaqlı həyət evimiz satışa çıxıb. 2 sot torpağın içərisində inşa olunub, şəxsi tikilidir. Baxın, burada evimizin buradan belə hamısını göstərəcəm indi sizə. Şəxsi tikilidir evimiz. Əla da təmir olunub. Həyətinə 3 maşın rahat girər. Burada əl üzüyən yeri var. Burada əl damı var evimizin yanında. Tam mərkəzdə yerləşir evimiz. Xırdalanın tam mərkəzində, prospektin tam kənarında. Parka, məktəbə, bütün yaşayış obyektlərinə yaxın. Yeri çox gözəldir. Evin özündən 2 dəfə yerləşdiyi məkan gözəldir. Gəlib görsəniz şahid olarsınız. İndi daxil olaq evimizin içərisinə. Giriş hissə buradandır. 4 otaqlıdır. Hər mərtəbədə sanitar qovşağı var. Evdə əşyaların bəziləri qalacaq. Kombi mətbəx mebeli o dəqiqdir. Qalanlarını indi soruşub deyəcəm sizə nə qalacaq evdə. Daxil olaq evimizə. Baxın, girəndə belə bir bizi burada koridordan əlavə yerdir. Burada ayaqqabı çıxarmaq üçün belə bir yer qarşılayır bizi burada. Baxın. Orada çıxardırıq ayaqqabılarımızı, daxil oluruq evimizin koridoruna. Döşəmə parketdir. Pilləkənimiz bahalı materiallardan yığılıb. Bu evimizin koridor hissəsidir. Baxın, burada başda da yerimiz var. İndi göstərəcəm. Sağda yerləşir bizim qonaq otağımız. Sağda yerləşir qonaq otağımız. Baxın, təxminən 7-nin 4-ə. 30 kvadrat olar. Məncə olar 30 kvadrat. Belə bir qonaq otağımızdır. Burada yenə pəncərədən həyətə baxır pəncərəsi evimizin. Burada arxada yerləşir bizim, burada qardirob yerimiz var, şkaf. Burada yerləşir, hamam ayrıdır, tualet ayrıdır, qoy işıqları yandırım. Bu bizim hamam otağımızdır. Belə geniş, gözəl hamam otağımız. Burada görsün. Burada yerləşir bizim ayaq yolumuz buradadır. İndi sizə mətbəxi göstərəcəm, hörmətli izləyicilər. Mətbəximiz də burada yerləşir. Pişiyimiz də var. Bu da bizim mətbəximiz. Bu bizim mətbəximizdir. Pəncərəsi mətbəxin də həyətə baxır. Görürsünüz. İndi qalxaq 2-ci mərtəbəyə, sizə 2-ci mərtəbəni göstərim. Oradakı otaqlarımızı. Yuxarıda da 3 yataq otağımız var. Bax, pilləkəndən qalxdıq. Burada yerləşir bir otağımız. Bu bizim bir otağımız. Bu 2-ci mərtəbənin koridor hissəsidir. Burada yerləşir böyük bir yataq otağımız. Çox genişli otaq. Aşağıdakı zal qədərdir. Baxın, görürsünüz. Keçdik bura. Burada yerləşir bizim digər yataq otağımız. Yuxarıdakı otaqlarda yüngül əl gəzdirməyə ehtiyac ola da bilər, olmaya da, alıcıdan asılıdır. Bura uşaq otağıdır belə. Pəncərələrin qarşısı açıqdır. Şəhərin mərkəzində
kənd evi kimi, necə yəni ağaçlıq, təbiət. Elə bil təbiətin düz ortasındadır evimiz. Çox səfalı bir yerdir. Bura isə balkonumuzdur. Burada yerləşir balkonumuz. İkinci mərtəbənin balkonu. Geniş də balkonumuz var. Evimizin qiymətinə gəldikdə, doğrudan da öz qiymətindən aşağıdır. Düzdür, məbləğ belə ilk olaraq böyük səslənir, amma evin yanında aşağı qiymətli. 220 min manatdır. 220 min manat biraz böyük məbləğdir, amma evə görə aşağı qiymətdir. Gəlsəniz, evi görsəniz, özünüz şahid olarsınız. Telefon nömrəmiz 055 843 61 43. Buyurub əlaqə saxlaya bilərsiniz. Sağ olun.